Hər vaxtınız xeyir dəyərli izləyicilər. Hal-hazırda biz Babək prospektində Xalqlar Dostluğu metrosunun piyada məsafəsində Sərhədçi İdman Akademiyasının yanında qanuni 5 otaqlı, daha doğrusu 5 otaqlı, 5 otaqdan 4 otağa düzəlmə edilmiş bir mənzilin təqdimatındayıq. Hal-hazırda biz mənzilin qonaq otağında dayanmışıq. Hansı ki bura 2 otaq olub və bunun arası açılıb, geniş bir qonaq otağı yaradılıb. Dəyərli izləyicilər, mənzilimiz tam təmirli mənzildir. Təmirdən sonra mənzildə yaşayış olmayıbdır. Gördüyünüz kimi qonaq otağının sahəsi olduqca genişdir. Dəyərli izləyicilər, keçid alaq digər otaqlara, proyektlə sizə ətraflı tanış edim. Bura bizim giriş hissəmizdir, giriş qapımız. Giriş qapısından sağ tərəfdə qonaq otağımız, sol tərəfdə yataq otağımız. Bura böyük yataq otağı sayılır. Bu hissədə qardırob üçün yer ayrılmışdır. Solda mətbəximiz, çox geniş və möhtəşəm olan mətbəximiz. Mətbəx mebelimiz tavana qədər quraşdırılmışdır. Eyvan mətbəxə qatılmış və mətbəxin sahəsi daha da genişləndirilmişdir. Çox geniş bir mətbəximiz var. Bu hissədə eyvanın bir hissəsi gördüyünüz kimi Babək prospekti körpünün düz yanıdır. Keçid alaq yataq otaqlarına, digər yataq otaqlarına. Bura belə deyək, ikinci yataq otağımızdır. Burada da eyvan qatılıb yataq otağına qabançıqla əhatə olunmuşdur. Dəyərli izləyicilər, indi isə növbəti yataq otağımıza keçid alaq. Gördüyünüz kimi bu yataq otağının pəncərəsi eyvana baxır. Hamam sanitar qovşaqlarına daxil oluruq. Bura hamam otağımız tam təmirli mənzildir, qeyd etdiyim kimi. Duş kabin və bütün aksesuarlarımız hamısı quraşdırılmışdır. Sanitar qovşağımız. Dəyərli izləyicilər, məlumatları sizə yenidən təqdim edirəm. Mənzilimiz Xalqlar Dostluğu metrosunun yaxınlığında Sərhədçi İdman Akademiyasının yanında Babək prospektində 9 mərtəbəli Kiev proyektli binanın 3-cü mərtəbəsində yerləşir. Orta blokdur, yəni künc deyil və yeni təmirdən çıxmış mənzildir. Təmirdən sonra yaşayış olmayıb, 5 otaqdan 4 otağa düzəlmiş mənzildir. Dəyərli izləyicilər, əlavə məlumat və mənzilə gəlib yerində baxış keçirmək istəsəz 070 305 22 22 nömrəsindən əlaqə saxlaya bilərsiniz. Təşəkkür edirəm bizi izlədiyiniz üçün.